Antimilli ünsürlər böyük beynəlxalq tədbirin keçirildiyi gün Vaşinqtonda ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq təxribat xarakterli addımlar atıblar. Onlar məqsədli şəkildə gərginlik yaratmağa, diqqəti öz çirkin niyyətlərinə yönəltməyə çalışıblar. Vaşinqtonda fəaliyyət göstərən bu antimilli qüvvələr ABŞ-dəki şovinist erməni dairələrinin əlaltısı kimi çıxış edir. Onların sifarişlərini yerinə yetirən, milli maraqlara qarşı mövqe tutan qüvvələrdir. Onların davranışları təsadüfi deyil, arxasında planlı və koordinasiyalı fəaliyyət dayanır. Təsadüfi deyil ki, aqressiv və qeyri-etik aksiyaya ilk reaksiya və açıq dəstək Armenian National Committee of America tərəfindən verildi. Bu fakt həmin qüvvələrin hansı mərkəzdən yönləndirildiyini bir daha göstərir. Bundan dərhal sonra Azərbaycanın əleyhinə mövqeyi ilə tanınan Frank Pallone də məsələ ilə bağlı çıxış edərək eyni xətti davam etdirdi. Onun uzun illərdir Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe, 907-ci düzəlişin müəlliflərindən biri olması, Xocalı faciəsinə dair mövqeyi və vaxtilə işğal altında olmuş ərazilərə səfərləri bu yanaşmanın sistemli xarakter daşıdığını göstərir. Antimilli ünsürlər şovinist erməni dairələri ilə əlbir olaraq Azərbaycana qarşı eyni cəbhədə yer alıb, ən radikal və təhlükəli addımlardan belə çəkinmədiklərini nümayiş etdirirlər. Onların məqsədi təxribat, qarşıdurma və milli birliyimizi sarsıtmaqdır. Otel ətrafında təhlükəsizlik perimetrini zorakı şəkildə pozmağa çalışan, qeyri-etik ifadələr işlədən, təhrik edici və aqressiv addımlar atan bu ünsürlərin cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən qətiyyətlə alınır. Azərbaycan prezidentinə qarşı yönələn hər hansı təxribat əslində bütün Azərbaycan xalqına qarşı yönəlmiş hücumdur. Bu cür radikal çağırışlar və iyrənc təxribatlar xalqın iradəsini sındırmaq məqsədi daşıyır. Lakin onlar unudurlar ki, Azərbaycan xalqı öz dövlətinin, öz liderinin yanındadır və bu cür ucuz ssenarilərlə milli iradəni qırmaq mümkün deyil. Azərbaycan xalqının iradəsi möhkəmdir, dövlətçiliyimiz sarsılmazdır. Bu cür təxribatlar bizi zəiflətmir, əksinə daha da birləşdirir və gücləndirir.